Qravürlər təsvir simfonik qravürləri Qara Qarayev yaradıcılığında görə bilərik. Bu simfonik alətlər orkestri üçün yazılmış bir əsərdir. Bəli, bildiklərimizdən yararlanaraq Don Kixot simfonik qravürlərini burada seçə bilərik. Musiqi dərsində müəllim şagirdləri vokal musiqi janrı ilə tanış edir və onlardan bu janrları müəyyən edib təqdim etmələrini istəyir. Şagirdlərin təqdim etdiyi janrlardan hansı digərlərindən fərqlənir? Vokalist vokal musiqisinə aiddir. Solo ifadə səslənir. Əsasən fortepiano müşahidə edir. Oratoriya vokal musiqisinə aid edə bilərik, amma əsasən xor musiqisidir. Orada vokal ifadən istifadə edirik. Solistlər və xor və simfonik orkestr üçün yazılmış xor əsəridir. Opera musiqili drama əsəridir və iri həcmlidir opera. Operada dekorasiyalar, solo, duet, xor səhnələri, xoreografik səhnələr olur. Simfonik orkestr müşahidə edir. Romans vokalizmlə romansın yerini səhv dedim. Vokalist bir təmrindir, bir nümunədir. Hansı ki musiqiçilər, vokalistlər ifadən əvvəl onun səslərinin açması üçün, səslərinin gözəl səslənməsi üçün istifadə edirlər vokalizdə. Romans isə solo ifa üçün səslənən bir əsərdir. Xüsusən fortepiano üçün yazılır. Burada romansla vokalizin yerini səhv saldıq. Vokaliz deməli təmrindir, bir nümunədir, hansı ki oxuyuruq, səsimizi açırıq. Oratoriya xor əsəridir. Opera musiqili səhnə əsəridir. Romans solo səs üçün yazılmış bir musiqili əsərdir. Simfoniyası isə ancaq instrumental ifadə səslənən əsasən instrumental əsərdir. Simfoniya instrumental ifa üçün səslənən bir əsərdir. Vokal janrına aid deyil. Müəllim şagirdə tapşırıq verir. Fa major qammasında bir bemol işarəsi var. Əgər bemol işarəsi bu qammada 2 dənə olsaydı, bir bemol işarəsi də əlavə olsaydı, hansı tonallıq alına bilərdir? Do majorda işarə yoxdur. Sol major diyez qammasıdır və burada bir dənə fa diyez işarəsi var. Si bemol major 2 işarəli, 2 bemol işarəli qammadır. Yəni si bemol, mi bemol. Bu ola bilər. Re major 2 işarə var. Amma fa diyez, do diyez bu major qammasıdır. Mi bemol majorda 3 işarə var. Si bemol, mi bemol, la bemol. Burada isə bizdən 2 bemol istəyirdilər. Deməli, si bemol major bu testin cavabıdır. Müəllim ansamblın tərkibində olan 2 alətin fərqini izah edir. O bildirir ki, hər ikisi zərb alətidir, lakin biri dəridən hazırlanmış böyük gövdəyə malikdir, digəri isə əl ilə çalınan dairəvi çərçivə formasındadır və qoz ağacından hazırlanır. Bu alətlər hansılardır? Variantlara baxaq. Litavra və qoşa nağara. Litavranı deyə bilərik ki, dəridən hazırlanır, böyük gövdəyə malikdir. Amma əl ilə çalınmır. Hər iki musiqi aləti, litavra və qoşa nağara, çubuq vasitəsilə ifa olunur. Bu variantı seçə bilmirik. Tar və dümbək. Tar burada zərb aləti deyil deyənə bu varianta baxmırıq. Balabon və zurna. Hər ikisi nəfəs alətidir. Azərbaycan xalq çalğı alətlərinə aiddir və hər ikisi nəfəs alətidir. Ona görə buna da baxmırıq, çünki zərb aləti deyil. D variantına baxaq. Kamança. Artıq kamançadan bilirik ki, bu zərb aləti deyil. Ona görə də bu variantı seçmirik. Deməli, biz burada ancaq A variantı ilə Y variantı arasında qalacağıq. Litavra və qoşa nağaranın da əvvəlcədən biz bilirik ki,
Biz ondan tanışıb və əvvəlcədən bilirik ki, Litavra ilə Qoşa nağaranın ifa tərzi çubuqlarlandır. Ona görə A variantını seçmirik. Y variantına baxırıq. Qaval dairə şəkillidir, böyükdür. Bəli, xanəndələr ifa edir, əl ilə çalınır. Nağara da dairəvi şəkildədir, çərçivə formasındadır. Doğrudan da nağara qoz ağacından, tut ağacından hazırlanır. Burada da verilən şərtə görə zərb alətidir, əsas məqamdır. Sonra əl ilə çalınır, bu da əsas məqamdır. Və ona görə də qaval və nağaranı seçirik. Nağara motivlərini özündə cəmləşdirən, eyni zamanda brilyant Azərbaycan xalq rəqslərindən istifadə olunan musiqili səhnə əsərinin adı düzgün verilmiş bəndi seçin. Gəlin baxaq. Nağıl motivləri özündə cəmləşdirən və eyni zamanda brilyant Azərbaycan xalq rəqsindən istifadə olunan musiqili səhnə əsərinin adı düzgün verilmiş bəndi seçin. Qaraca qız baletini birinci biz buna baxırıq variantlara. Burada hansı o saat bilinir ki, Şılqınçıq baleti Azərbaycan xalq rəqslərindən istifadə edə bilməzdi orada. Ona görə B variantını Şılqınçıq baleti bilirik ki, Pyotr İlyiç Çaykovskiyə məxsusdur. Onun 3 baleti var idi. Şılqınçıq baletində o Azərbaycan xalq rəqsindən istifadə etməmişdir. Ümumiyyətlə, bəstəkarlar digər xalqların musiqilərindən istifadə edib öz əsərlərini zənginləşdirirlər, onların formasını dəyişirlər, ifa tərzlərini dəyişirlər. Eləcə də bax, bu türk fraqmentləri D variantındakı türk fraqmentləri simfonik əsərini İppolitov İvanov, burada biz bilirik ki, Azərbaycan xalq ninidən istifadə edib onun ifa tərzini dəyişərək türk fraqmentlərində istifadə etmişdir. Amma orada brilyant Azərbaycan xalq rəqsindən istifadə olunmayıb. Ona görə D variantını da biz buradan çıxırıq. Qalırıq A, C, Y variantının arasında. Ümumiyyətlə, brilyant Azərbaycan xalq rəqsi daha müasir xalq rəqslərdən biridir. Qaraca qız baleti yazılıb bəstəkar Əfrasiyab Bədəlbəyli 1940-cı ildə. Bağışlayın. Qaraca qız baletini Əşrəf Abbasov bəstələyib. Bu baletdə o brilyant Azərbaycan xalq rəqsindən istifadə etməyib. Leyli və Məcnun operası nağıl motivləri əsasında yazılmayıb. Qaraca qız baleti də əslində nağıl motivləri əsasında deyildi. Tıktıq xanım isə nağıl motivləri əsasındadır. Burada yazıcı Abdullah Şaiqi idi. Tıktıq xanım operasını bəstəkar Oqtay Rəcabov yazmışdır. O, bu əsəri yazıcı Abdullah Şaiqin eyni adlı əsəri əsasında yazmışdır. Bu uşaq operasının librettosu isə Əjdar Ağayevə aiddir. Bax, bu Tıktıq xanım operasında brilyant rəqsi istifadə olunub. Asif Zeynalın uşaq suitasından rəqs piyesi səsləndirən müəllim şagirdlərə əsərin səslənmə tembrinə və texniki xüsusiyyətlərinə əsaslanaraq hansı alət üçün yazıldığını müəyyən etmək tapşırığı verir. Tapşırığın düzgün cavabı verilmiş bəndi seçin. Rəqs piyesi deməli, bilirik ki, Asif Zeynallı uşaq suitalarını əsasən ancaq fortepiano üçün yazmışdır. Bildiklərimizdə əsaslanaraq Asif Zeynalının uşaq suitasını fortepianonu seçirik. Bu əsəri ancaq fortepiano üçün yazmışdır, düzdür. İndi Avropa İttifaqının himni kimi tanınan Sevinç Odası böyük həcmli, çox hissəli əsərin finalında xorla səsləndirilir. Bu musiqi nümunəsi öz əsərində istifadə edən bəstəkar kimdir? Burada Wolfgang Amadeus Mozart yox, Sevinç Odasını o yazmayıb.
Burada böyük həcmli, çox səsli, çox hissəli əsər. Böyük həcmli, çox hissəli əsərlərimiz hansılardır? Operalar, ə, baletlər, oratoriyalar, simfoniyalar, operettalar böyük həcmli olur. Amma çox hissəli, ancaq hissələri olan əsərlərə deyirik. Baletə çox hissəli deyə bilmərik. Dram əsəri bütövlükdə təşkil olunub. Sonra operaya da böyük həcm, çox hissəli deyə bilmərik. Çünki o da bir tam hissəli olur. Məsəl üçün 4 hissə, 4 pərdəli olur. Məsəl üçün 5 pərdəli olur, yaxud çox hissəli demək olar ancaq simfonik əsərlərə. Deməli, Wolfgang Amadeus Mozart'ın simfoniyaları var. Amma o sevinç odasını istifadə etməyib. Sevinç odası Friedrich Schiller'in əsəridir. Bu əsərə çox bəstəkar, bu odanın sözlərinə bir çox bəstəkar musiqi əsəri yazmışdır. Johann Sebastian Bach, xeyr, o klasik bəstəkardır, o bu janrda əsər yazmayıb. Frederick Chopin daha çox fortepiano, instrumental əsərlər yazıb. Xor əsərinə müraciət etməyib. Ludwig van Beethoven ola bilər. Çünki onun 9 simfoniyası var idi. O simfoniyaların birində xor əsəri istifadə etmişdir. Elə Beethoven olacaq. Çünki 9-cu simfoniyasında o sonuncu hissədə yenilik yaratmışdı. Və orada çox hissəli xor, çox hissəli xordan istifadə etmişdir. Schiller'in sözlərinə sevinç odası yazmışdır. Pyotr Çaykovski ola bilməz. Xeyr. Deməli, Ludwig van Beethoven'i seçək. Yazmışdır. Sevinç odasından istifadə edərək xor əsəri yazmışdır. Sonralar da Avropa İttifaqı bu əsəri özünə himn kimi götürmüşdür. Musiqi janrları haqqında təqdimat hazırlayan Aysel öz çıxışında belə deyir. Bu janr qədim Yunanistan dövrünə gedib çıxır. Daha sonralar isə bu janr xalq mövzularına əsaslanan parafraz formasında qurulan virtuoz instrumental piyes kimi inkişaf etmişdir. Ayselin təqdim etdiyi musiqi janrı hansıdır? Bu janr qədim Yunanistan dövrünə gedib çıxır. Bundan istifadə edərək baxırıq. Sonata, simfoniya, xeyr, sonata, simfoniya, bunlar Avropada yaranan əsərlərdir. Sonata, simfoniya, nokturn, opera, İtaliyada yaranmışdır, məsəl üçün opera, amma rapsodiya ola bilər. Daha sonra isə bu janr xalq mövzularına əsaslanan parafraz formasında qurulan virtuoz instrumental piyesdir. Bax, burada artıq biz instrumental piyes arasında seçim edirik. Simfoniya piyes deyil, operada piyes deyil, sonata, rapsodiya, nokturn piyesdir. Rapsodiya и nokturn. Sonata isə bir musiqi quruluşudur. Deməli, rapsodiyanı seçsək daha düzgün olar. Çünki nokturnu biz bilirik ki, daha çox Chopin'in əsərlərində görürük. Gəlin rapsodiyanı seçək. Düzdür, rapsodiya bu musiqi bu testə uyğundur. Ədəbiyyat dərsində müəllim şeirdə vurğuların bəzən gözlənilən yerdən fərqli verilməsinin ritmdə xüsusi təsir yaratdığını izah edir. Musiqidə də buna bənzər hadisə var. Zəif payda yerləşən səs güclü vurğu kimi səslənir və ritmik gərginlik yaradır. Bu ritmik hadisə necə adlanır? Sadə ölçü, yox. Mürəkkəb ölçü, yox. Sinkop ola bilər. Pauza musiqidə fasilədir. Tetraxord kvarta daxilində 4 pilləli ardıcıllıqdır.
Bu sinkopa ola bilər. Çünki sinkopa xüsusi bir ritm şəklidir. Burada aksent qüvvəli hissədən zəif hissəyə götürülməsi nəticəsində əmələ gələ bilər. Məsəl üçün, sinkopa ola bilər 4/2 ölçüdə, 4/4 ölçüdə, məsəl üçün də sinkopa olsun 4/2 ölçüdə. Bir, do, 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 yox, do, do, do. Deməli, zəif payda yerləşən səs güclü vurğu kimi səslənir. Do, do, do. Aha, deməli bir və ikinci dəfə biz donu səsləndirəndə səs güclü vurğu kimi səslənir, amma o bir vəyə düşmüşdür. Deməli bu sinkopadır. Bəli. 6-cı əsr Təbriz Rəssamlıq Məktəbinin nümayəndəsi Mir Seyid Əlinin Musiqi Məclisi əsərində təsvir edilmiş alətlərin adı və onların aid olduqları alət qrupu hansı bənddə düzgün göstərilmişdir? Buraya baxaq, variantlara. Tar, kamança, zərb aləti, xeyr. Bu artıq düzgün variant deyil. Artıq biz variantlara baxanda birinci variant ümumiyyətlə düzgün bizi çaşdırmasın. Düzgün deyil. Zurna, tütək, balaban, nəfəsli. Bəli, ikisi, hamısı nəfəslidir. Bu variant ümumiyyətlə musiqi alətlərinin növlərinə görə ayırt etsək, bu variantda bütün hamısı nəfəslidir. Amma biz bilirik ki, musiqi məclisi əsərində müxtəlif növ musiqi alətləri təsvir olunmuşdur. Zurna nəfəsli alətdir, kamança simli alətdir, lakutu zərb alətidir. Burada da musiqi alətlərinin ümumiyyətlə növləri düzgün verilir. Bərbət, kamança simli alətdir, düzdür. Dəf də zərb alətidir, düzdür. Saz, qanun, simli alətlərdir, düzdür. Nağara zərb alətidir, düzdür. Deməli, bu variantların arasında B, C, D, Y variantlarında musiqi alətləri növlərinə görə düzgün yazılıb. Bunu ayırt etdik. İndi isə yadımıza salaq ki, Təbriz Rəssamlıq Məktəbinin nümayəndəsi Mir Seyid Əli musiqi məclisi əsərində hansı musiqi alətlərindən istifadə etmişdir? Burada o bərbət, kamança simli alətindən və dəf zərb alətindən istifadə etmişdir. Ümumiyyətlə bu cür miniatürlər 9-cu sinifin dərsliyində də var. Amma ümumiyyətlə bu rəssamlıq məktəbinin nümayəndəsinin hələ 16-cı əsrdə musiqi alətlərini, hansı ki o dövrdən bizim dövrümüzə gəlib çıxıb, onları təsvir etməsi çox vacibdir. Bizim üçün də vacibdir ki, bizim musiqi alətlərimiz hələ 16-cı əsrdən indiyənə qədər bizim bura qədər gəlib çatıb və bu tarixi keçmişimizdir. Bunu yaddan çıxartmaq olmaz. Deməli, gəlin yadımıza salaq, bəli, bərbət, kamança simli alətlərdir, dəf zərb alətidir. Bu alətləri Mir Seyid Əli musiqi məclisi əsərində təsvir edib. Muğam intonasiyalarını simfonik musiqi ilə birləşdirən yeni musiqi janrının banisi olan bu bəstəkar Bayatı Şiraz muğam intonasiyalarına əsaslanan bir Azərbaycan xalq mahnısını səs və fortepiano üçün işləmişdir. Xalq mahnısının adı düzgün verilmiş bəndi seçin. Birinci, burada baxırıq Bayatı Şiraz muğamı intonasiyaları. İndi variantlara baxsaq, Amanovçu da Bayatı Şiraza muğamına intonasiyalarına əsaslana bilir. Küçələrə süsətmişəm də. Amma burada şərtdə deyilir. Muğam intonasiyalarını simfonik musiqi ilə birləşdirən yeni musiqi janrının banisi, muğam ilə simfonik musiqini birləşdirən yeni musiqi janrının banisi biz bilirik ki, Fikrət Əmirovdur. O, Şur və Kürdov şarı simfonik muğamlarını bəstələmişdir.
Bəli. Deməli, burada Bayatı Şiraz muğamının indi davamına baxaq şərtimizin. Bildik ki, bu Fikrət Əmirovun əsərləri haqqında danışılır. Çünki Bayatı Şiraz muğamının simfonik muğamı da var. Onu e, Süleyman Ələsgərov orada Amanovçunu istifadə edib. Burada Süleyman Ələsgərovu istifadə edə bilmərik biz. Biz Amanovçunu götürə bilmərik. Çünki burada Fikrət Əmirov haqqında danışılır. Muğam intonasiyaları simfonik musiqi ilə birləşdirən yeni musiqi janrının banisi Fikrət Əmirovdur. Fikrət Əmirov da Bayatı Şiraz muğam intonasiyalarına əsaslanan bir Azərbaycan xalq mahnısını səs və fortepiano üçün işləmişdir. Biz bilirik ki, bir çox bəstəkarlarımız Azərbaycan xalq mahnılarını bütün Azərbaycan boyu gəzərək nota işləmişlər. Amma Fikrət Əmirov küçələrə su səpmişəmdir burada. Azərbaycan xalq mahnısını küçələrə su səpmişəmi səs və fortepiano üçün işləmişdir. Bəli. Küçələrə su səpmişəm. Azərbaycan xalq mahnısını Fikrət Əmirov səs və fortepiano üçün işləmişdir. Azərbaycan muğam sənətində dilkeş təsnifi xüsusi lirizm və emosional ifadə tərzi ilə seçilir. Bu təsnifin məşhur ifaçıları kimi tanınan muğam üçlüyü hansı bənddə verilmişdir? Biz variantlara baxanda bizim görkəmli xanəndələrimizin adını, sonra tarzənlərimizin adını, kamança ifaçıları, burada bəstəkar adı da görürəm, bəli. Bu görkəmli musiqi xadimlərinin adlarını görürük. İndi gəlin sizinlə variantları incələyək. Bəhram Mənsurov. Bəhram Mənsurov tarifaçısıdır. Bir də onu deyim ki, bir də qayıdaq şərtə. Azərbaycan muğam sənətində dilkeş təsnifi xüsusi lirizm və emosional ifa tərzi ilə seçilir. Bu təsnifin məşhur ifaçıları kimi tanınan muğam üçlüyü hansı bənddə verilmişdir? Çünki bu variantlara baxanda fikirləşə bilərik ki, bəyən bunları bütün hamısı ifa etməyib dilkeş təsnifini. Amma burada sualda bizə yön verir. Muğam üçlüyü. Deməli, biz variantın içində muğam üçlüyünü tapmalıyıq. Muğam üçlüyünə yadımıza salaq kimlər daxildir? Xanəndə olmalıdır, tarzən və kamança ifaçısı olmalıdır. Burada Bəhram Mansurov tarifaçısıdır. Qurban Pirimov da tarifaçısıdır. Habil Əliyev də görkəmli kamança ifaçısıdır. Burada ola bilməz ki, onlar dilkeş təsnifini ifa etməsinlər. Amma burada üçlük yaranmır. Muğam üçlüyünə biz bilirik ki, xanəndə də olmalıdır. Deməli, biz bu variantı seçə bilmərik. B variantına baxaq. Müslüm Maqamayev burada biz bəstəkar da seçsək, görkəmli bəstəkarımızı, görkəmli ifaçını da seçsək, onun nəvəsini. Bu variantı seçə bilmirik. Çünki o xanəndə deyildi. Ədalət Vəzirov kamança ifaçısıdır. Həbib Bayramov tərzəndir. B variantı da seçilmir. Yox. Sara Qədimov bəli görkəmli ifaçıdır, xanəndədir. Qulu Əsgərov. O da müğənnidir. Ramiz Quliyev tarzəndir. Burada isə kamança ifaçısı yoxdur. Ona görə yenə də üçlüyə alınmır. Arif Babayev xanəndəmizdir. Görkəmli xanəndəmizdir. Allah rəhmət eləsin ona. Bəhram Mənsurov. Bəhram Mənsurov tarzən. Bu İlman Bədəliyev də kamança ifaçısı. Bəli, bu ola bilər. Baxın, burada Arif Babayev xanəndə, Bəhram Mənsurov tarzən, İlman Bədəliyev də kamança ifaçısı. Bax, bu variant ola bilər. D variantını yadımızda saxlayaq. İndi Y variantına baxaq.
Cabbar Qayraqdıoğlu ifaçı, xanəndə, Tələt Bakıxanov deməli kemançı ifaçısı, Arif Babayev xanəndə. Xeyr, bu da ola bilməz. Çünki burada iki dənə xanəndə var. Tələk Bakıxanov kemançı ifaçısı, amma tarzən burada yoxdur. Deməli, ancaq bəndlərdən muğam üçlüyünü yaradan Arif Babayev, Bəhram Mənsurov, İlman Bədalovdur. Bəli. Təşkilatçı konsert proqramı hazırlayır. Və Wolfgang Amadeus Mozart'ın matəm, xatirə xarakterli, çox səsli, xor və orkestr üçün yazılmış iri həcmli əsərini repertuara daxil edir. Matəm, xatirə xarakterli, burada biz yönələ bilərik Mozart'ın Requiem'ə. Amma gəlin şərti davamlı oxuyaq. O düşünür, bu əsəri səsləndirmək üçün hansı kollektiv daha məqsədə uyğundur? Bəli. Estrada simfonik orkestri üçün Mozart'ın əsəri yox, matəm xarakterli deyil. Mahnı və rəqs ansambli, xeyr. Kamera orkestri yox, xor kapellası ola bilər. Çünki Requiem'i xor kapellası ifa etmişdir. Fortepiano triosu yox. Deməli, Mozart'ın yönəlirik Mozart'ın matəm xarakterli, çox səsli xor və orkestr üçün yazılmış iri həcmli əsərinə, hətta burada çox səsli xor və orkestr üçün yazılmış hissəsi variantları seçməyə bizə kömək eləyəcək. Xor kapellası. Bəli. Sonuncu sualımızda isə, testimizdə isə tar, kamança, xanəndə ifa bacarığı olan şagirdlərdən müəllim hansı növ kollektiv yarada bilər? Burada gəlin variantlara baxaq. Muğam üçlüyü. Bəli, bayaq da elə danışdığımız kimi muğam üçlüyündə xanəndə olmalıdır, tarzən olmalıdır və kamança ifaçısı olmalıdır. Əgər müəllim bir musiqi kollektivi yığmaq istəyirsə, o muğam üçlüyü yaratmaq üçün tar, kamança və xanəndə ifa bacarığı olan bir şagirdləri seçməlidir. Amma digər variantlara da baxaq. Vokal kvartet, görürsünüz, bu artıq kvartet deyirsə, burada 4 nəfər olmalıdır. Yaxşı, fikirləşə bilərik ki, məsəl üçün, hansı musiqi alətindənsə 2 dənə seçə bilər. Amma vokal deyir axı burada, vokal kvartet ancaq 4 nəfərin ifasından əmələ gələ bilər. İnstrumental ansambl. İnstrumental ansambl yaratmaq üçün bütün ifaçılar hansısa musiqi alətlərində ifa etməlidirlər. Amma burada xanəndə ifa bacarığından istifadə etmək üçün, yəni orada ifa edəcək, hansısa musiqi əsərini oxuyacaq. Onun üçün instrumental ansambl uyğun gəlmir. Fortepiano triosu deyərkən, burada fortepiano da iştirak etməlidir. Düzdür, burada görürsünüz, tar, kamança, xanəndə ifa bacarığı olan şagird 3 nəfərdən ibarətdir. Trioda biz bilirik ki, 3 nəfərin ifasıdır. Amma fortepiano triosunda fortepiano da iştirak etməlidir. Deməli, bunu da seçə bilmirik.